Heyvanların peyvəndlənməsi. Respublikada iri və xırdabuynuzlu heyvanların qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, çiçək, itlərin quduzluq və tək dırnaqlı heyvanlar üzrə rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndləmə dövlət büdcəsi hesabına təmin edilir. Peyvəndləmələr aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmə aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir. 1. Peyvəndləmədən əvvəl hazırlıq. Baytarlıq mütəxəssisi təsərrüfata gələrək, hansı xəstəliyə qarşı peyvənd aparacağı barədə cavabdeh şəxsi məlumatlandırır. Cavabdeh şəxs peyvəndləmənin aparılması üçün mütəxəssisə şərait yaratmalıdır. Peyvəndləmədə istifadə ediləcək vaksinin son istifadə tarixi, saxlama şəraiti, soyuq zəncir rejimi mütəxəssis tərəfindən cavabdeh şəxsə göstərilməlidir. Mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. 2. Klinik müayinə. Mütəxəssis peyvəndlənəcək heyvanı klinik müayinə edərək onun sağlamlıq vəziyyətini qiymətləndirir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarətli olan heyvanları peyvəndləmək olmaz. 3. Peyvəndləmənin icrası. Hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq, istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Aparılan hər bir peyvəndləmə haqqında məlumatlar heyvanın pasportuna, heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və ya dövlət baytarlıq uçot formalarına qeyd edilməlidir. Peyvəndləməni aparan mütəxəssis cavabdeh şəxsə bu barədə yazılı məlumat verməlidir. Peyvəndləmədə istifadə olunmuş vasitələr, iynə, şpris, fərdi mühafizə vasitəsi, boş flakonlar və s. bir qaba toplanaraq zərərsizləşdirilməlidir. Ailə təsərrüfatına aid kənd sürüsü, kənd naxırı və ya digər formalarda otarılan heyvanların peyvəndlənməsinin icrasının asanlaşdırılması və qısa müddətdə prosesin başa çatdırılması üçün kənd və qəsəbələrdə müəyyənləşdirilmiş yerlərdə peyvəndləmə üçün şərait yaradılması tövsiyə olunur. Təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə müraciət edə bilərlər.